Sülh bağlamağa belə razıyıq və biz onlara hətta Xankəndində yerləşən erməni ailələri ki var, onlar uşaqlar ki var, biz onlara daim kömək edə bilərik. Lakin məqsədimiz sadəcə sülhdür. Burada yəni onlar istəsə gəlib keçə bilərlər. Onlara hər ərzaqla təmin etməyə hazırıq. Yəni biz də qəbul aparmırıq. Biz din sakinlərik, sülh tərəfdaşıyıq. Xankənddə yaşayan ermənilər, gənclər, sakinlər gəlin bir dəstək olacağımız qoyuraq, terroristlərdən ölkəmizi qoyuraq. Aydaq keçmişə gəlbir, məsələn 90'lara. Baxanda vahiməlidir, hə? Belə də ki qorxsan nə olar? Sən orada olmalıydın, gözünlə görməliydin. Bunu hiss etmirsənsə, deməli yoxsan orada. Bilirsən məsir orada hər gecə nə ki? Şamız hər gecə dəhşət, Bakımız hər gecə dəyişir. Sadəcə dəyişir, millət hac qırılır və həqiqət budur dostum. Bax yalandan mən necə dəyişir. Qurumuyubdu yerdəki qan, nədən